Ay sən boyu yerə soxum. Polis çağırım sənə. Bəs tək gələcəyin nə? Polis çağırım sənə. Başqa vaxt yenə qarşılaşacağıq Tuncay. Polis olmasında var da əməl görürsən. Yaxşı salmışam polisləri. Ne oldu Tuncay? Davut öldü de. Ne olar? Ölmedi. Tam onu döyüp öldürürdüm ki polis çağırıp. Polis geldi. O başka yere kastı, ben başka yere kastım. Bu ne de? Gör ne deyirəm, bu Mir Sadiq bir adamla əlaqə saxlayıbmış. Adamın da heç belə qaçaq mal, belə zəhərli mal, maddə, belə şeylərlə əlaqəsi yoxdur da. Adam da varlı adamdır deyə. Onu zorlayırlar ki, bu malı sənə satacağıq, pulunu verəsən. Bunu həll eləmək lazımdır Tuncay. Yaxşı. Həll eləyərəm onu. Şərəfsizlərə bax sən. Ayda. Of. Bu nə də? Hər yerim ağrıyır. Tuncay ne oldu? Öldü mü? Sence ölmüş olabilir mi? Her yerim ağrıyır deyirəm sənə. Təbii ki də ölmədi. Kaş mən bununla döyüşməzdim. Nəsə biraz tırkaya gəldim. Polis çağırmışdım. Getmədən qabaq. Polislər gələndə biz qaçdıq. O polis olmasa bəlkə də mən burada değildim indi. Bu arada mən bir adam tapdım. Mal satacağımız bir adam. Adı Hüseyin'di. Varlı bir adamdı. Ama belə qaçaq mal kimi işlərlə çox əlaqəsi yoxdur. Varlı adam deyəsən ki, mən bunu biraz zorluyum ki, yəni sataq da bunu sənə. Pulunu ver. Çox pul var ya bu adamın, varlıdır. Görək də nə olacaq. Gelib təzədən danışacağım bugün. Lap yaxşı. Diqqətli ol. Tuncay bu işə qarışmasın. Çox oldu dayı bu. Bir şey eləmək lazımdır. Adam buradadır. Danışıram indi, görün razılaşır. Salam Hüseyin Bey. Eşittim ki bu Mir Sadiqlə Davud sizdən mal almaq istəyir. Yəni daha doğrusu sizə mal satmaq istəyir. Amma sizin belə işlə aranız yoxdur. Belə qaçaq mal kimi işlərlə. Yaxşı şey yoxdur. İndi mənim bir planım var bu ikisini bitirmək üçün. Siz bu adamla razılaşacaqsınız.
Bu adamlar sizə konum atacaq. Siz o konumu mənə atarsınız. Mən ora gedib o ikisini də öldürəcəm. Yəni artıq bəlkə biri gələr. Ya Sadiq gələr, ya Davud, ya da ikisi. İkisi də gəlsə ikisini də öldürərəm. Biri gəlsə birini öldürərəm, o birisini də başqa gün. Narahat olmayın, sizə heç nə olmayacaq. Sizi qoruma altına alacağıq. O ikisini də bitirəcəyik. Yəni bizim belə bir planımız var. Həm sizi qoruyacağıq, həm də onları öldürəcəyik. Razısınızmı? Ben razıyam. İnşallah pişman olmaram. Lap yaxşı. Başqa bir problem, sual yoxdursa, mən gedim. Yox Tuncay bəy, çox sağ ol. Sağ olun. Alo. Ayten ana, necəsən? Sağ ol, mən də yaxşıyam Ayten ana. Gəlirsən bura, nə yaxşı? Nə yaxşı Ayten ana, özü görək. Hə, gəl. Darıxmışdıq. Yaxşı, oldu. Sağ ol. Anam. Ayten anamız gəlir hə. Ne oldu oğlum? Adam razılaştı. Razılaştı. İnşallah halleləyəcəyik bu işi də. Gör nə deyirəm, Ayten ana gəlir. Qayıdır. Hə, çox sevindim. Nə yaxşı. Gəlsin də anamız da. Mən də çox sevindim. Əslində bir yanımda qorxuram ki, Davud birdən bir şey eləyir. Anamız gəlir axı. İstifadə eləyər də. Amma yox, bu olmayacaq. İcazə verməyəcəm. Davudla Sadiqin yanına adamlar göndərəcəm. Evi bassınlar, biraz qorxutsunlar da. Mənim başqa bir planım da var. Görək nə edirik. Gəldim Davud. Adamla danışdım. Razılaşdı. Ona konum atarıq. O konuma gələr. Mal satıb pulumuzu alırıq. Deyəsən bu səfər ilk dəfə işi qura biləcəyik. Yəni görək də nə edirik. Hücum ediblər ha. Tuncay Bey bizi şerledik. Sadiq konumdan vurdu. Biz yedirik. Gel. Kastılar hala. Kaçtılar. Adamlar şerleliyipler. Biraz korku olsun da bunların içinde. Rahat mal satabilmesinler. Biraz da cevabımı vereyim.
Mir Sadiq. Neredesin? Qolundan vurulmusan. Eşitdim ki. Bax, diqqətli ol ha. Birdən kəllənə də güllə gələ bilər. Kəllən də qopa bilər yəni. Diqqətli ol ha, Mir Sadiq. Hələ mən gəlmədim vurulmusan. Gör mən gəlsəydim nə olardı? Bax, onda ölmüşdün. 100% ölmüşdüm. Təbii ki. Ola bilər. Sənin çox uzun bir ömrün yoxdur artıq. Səni öldürəcəm Tuncay, öldürəcəm. Mir Sadiq, mən bu sözləri çox eşitmişəm. Amma hələ ki eləyən olmayıb. Bir gün bəlkə olar. Amma hələ ki eləyən yoxdur. Yəni demək istədiyim odur ki, Mir Sadiq, onu demirlər, eləyirlər.